Arzu müəllim, gəlin çörəklərimizi tanış edək. Çörəklərimiz bugün Ramazandır. Ramazan pidesi hazırlamışıq. Sırf Barazinski çörəkləri hazırlamışıq ki, qatqısız, təbii. Barazinski çörəyi hazırlamışıq. Ağ çörək hazırlamışıq, kərpic, uşaqlığımız yığını salmışıq. Burgün çörəklərimiz var. Fakaça çörəklərimiz var ki, içərisinin özəlliyi var, bilirsiniz. Köy əkməyi, sobada pişən çörəklərimiz. Sonra biz pampuşka hazırlamışıq, Avrupa mətbəxinə aid olan çörəyimiz. Bu da ki, İtalyanların əvəz olunma çörəyidir də bilirsiniz. Sırf atışdırmalıq, indi halbuki iftar açacaq bəzi iştirakçılarımız. Allah can sağlığı versin. Hər il inşallah Allahın buyurduğu bu yolda olasınız. Ümid edirəm ki, tələbələr nəsə edə bildiniz tələbələr. Nə dərəcədə nail oldum, çalışdım ki, valla bu az müddətdə çörək bilirsiniz ki, vaxt seçir, vaxt istəyir. Ən azı 40-45 dəqiqə hər bir çörək mayalanmalıdır. Nə qədər nail olduqsa, Çok sağ olun. Öğrencilerimizi təqdim etməliyik. Hamınıza uğur arzulayıram. Hər birinizdə. Əlinizlə bərəkətli olsun. Allah size o heç sağ olun, təşəkkür edirəm hamınıza. Mənə inandığınıza görə, bax inama görə. Allah hamımızdan Bayaq sizə demək istədiyim bax çörəklərin özəlliyi, içinin bax belə sıx olmağı, özəlliyi budur. Bu şişib daşıb içərisi, bax indi hər çörəyi kəsəcəm, baxacaqsınız. Ay canım. Kəsmə işinə bir nəfər baxacaq, darıxmıyor. Kəsmə işinə bir nəfər baxsın ki, mənim işim 3 sənə ibarətdir. Hasan, İçli kəsilir, içinin deşiklərini görürsünüz. Özəlliyi hələ budur. İçinin deşikləri olmalıdır. Qalanı siz kəsəcəksiniz. Hansı bir çörək bir dənə olar mənimlə bizə? Hansısa birini verin. Kəsin, istədiyiniz. Götürün. Uşaqlar götürsün. Bu da istidir, bax. Bayaq sizə dedimi? Pampuşka bax. İçini bu balaq, bax, budur özəlliyi. Bax, içinin özəlliyi 30 qramlıq kündədir. Özəlliyin görürsünüz, pərdə kimi açılır. Bax, budur. Zaten supun boşun da yanında bu belə qoyulur. 2 dənəsi belə qoyulur. Bir dənə göy soğan, 2 dənə göy soğan, bir dənə də bu supun boşun yanında bu. Özəlliyi bax budur. İçində zaten adi hamının evində olan hər şey var. Bax özəlliyi bax budur. Bax bu balaq pərdə olmalı. 30 qramlıq gündə şişib bax bu qədər. Düzdür, mən biraz tələsdim, dedim gec gəldi, nə oldu, amma xəstə tələsin armud vaxtında yetişir, bax budur. Bərəkətli olsun, hamıya nuş olsun. Bölüşdürün, zəhmətimizi gedək olur. Unutmasınlar, hər qrubu bir məşqdən başlayır. Hamıya çatsın siz. Həqiqətən. Doğruyun, hamıya çatsın. Hamı doğrasın. Bölün. Hansı bir çörək götürərdik? Hansı dəstəmazda orucludur. Hansı desəm? Qısım Allah eləyək. Uşağa da biraz var. Yok ben oruç değilim. Oruç kim idi? Sənin Biraz orucu var bizim yanımızda. Sudan qabaq. Çörəklə də açabilir. Bugün yemədik çörəyi. İçinin özəlliyi bilinmir. Bıçaq istidir, qaynardır. Allah qəbul etsin orucunu. Soğuyanlar da peki onlar saxlayan. Onlardan doğra, tutmaz sənə. Qaran doğra, Ramazan doğra, bunlar istidir. Kamil doğra, doğra. O qəşəng doğra. Nazilər də onlardır.